Salam əziz şagirdlər, gəlin 9-cu sinif topludan belə bir sualın izahına baxaq. Demək bizə verir ki, tərəfləri 15, 17 və x-a bərabər olan 3 bucağın 2 bucağının cəmi onun 3-cü bucağına bərabərdir. X-in ən kiçik tərəf olduğunu bilərək onun uzunluğunu tapın. İndi gəlin yazaq. Tutaq ki, 3 bucağın bucaqları alfa, beta, bir də qammadır. Və deyir ki, 2 bucağı digər 3-cü bucağa bərabərdir. Tutaq ki, alfa üstəgəlsin beta qammaya bərabərdir. Buna götürürük belə. Biz bilirik ki, 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Onda yazaq alfa üstə beta üstəgəlsin qamma bərabərdir 180 dərəcəyə. İndi buradan şərtə görə biz alfa üstəgəlsin betaya bir qamma deyirik. Qamma üstəgəlsin qamma bərabərdir 180 dərəcəyə. O zaman 2 qamma bərabər olar 180 dərəcəyə. Qamma da olar 90 dərəcə. Biz buradan qammanı 90 dərəcə tapdıq. Demək bu düz bucaqlı 3 bucağımış. İndi gəlin 3 bucağımızı çəkək. Bura alfa yazıram. Bura beta yazıram. Qamma da 90 dərəcədir. İndi bizə verir ki, tərəfləri 15, 17 və x-dir. Və x-in ən kiçik tərəf olduğunu deyir. X, 15 və 17. Bunlar tərəflərdir. İndi x kiçik tərəfdirsə, demək bu katetlərdən biridir. Buraya yazıram x. Digər katetin 15 yazıram. Hipotenüsdə 17 yazıram. Niyə belə götürdüm? Çünki biz bilirik ki, hipotenüs digər iki katetdən də böyük olmalıdır. Onda gəlin buradan Pifaqor teoremindən istifadə edək və həll edək. 17'nin kvadratı bərabərdir 15'in kvadratı üstə gəlsin x-in kvadratına. Buradan yazaq x-in kvadratı bərabərdir 17'nin kvadratı çıxılsın 15'in kvadratı. 17'nin kvadratı neçədir? 289. 15'in kvadratı da 225. X kvadratı bərabər olar o zaman neçəyəm? 64'də. 64'də x-in kvadratı 8'in kvadratı olduğuna görə yazırıq x bərabər 8. Demək biz x-i 8 tapdıq. Cavab da olur 8.